Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya'i ve mursalin. Ala seyyidina nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli müsəlmanlar, dəyərli qardaşlarım, ilk öncə özümə, sonrasında hər birinizə uzun və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Teala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanızdır. Yəni, təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq isə Allah Teala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyə ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeydən uzaq durmaqla bu səhti qazanmaq olar. Və biz Allah həmd olsun ki, yəni təqva ilə dolu olan bir aydayıq və Ramazan ayının oruclarını tutmaq məhz bir müsəlmanın təqvalı olması üçün səbəblərdən biridir. Necə ki Allah Teala buyurur ki, Quran-ı Kərimdə biz sizdən əvvəlkilərə, yəni bu orucu əmr etdiyimiz kimi sizə də əmr edirik və sonunda Allah Teala buyurur ki, Allahdan qorxmağınız, yəni təqvalı olmağınız üçün. Allah Teala'dan qorxmaq isə söylədiyimiz kimi uca və böyük olan Rəbbimizin əmr etdiklərini yerinə yetirmək, nəyi ki qadağan edibsə, nədən ki bizlərdən çəkinməyə əmr edibsə, o şeylərdən uzaqlaşmaqla bu sifəti qazanmaq olar. Və ilk öncə Allah'a sonsuz sayda həmd sənalar olsun ki, Allah Subhanahu Teala bizi müyəssər edib bu Ramazan ayının orucunu tutmuşuq, 25 gün artıq geridədir. Və qalan günlərə görə Allah Teala'dan yardım diləyərək, güc qüvvət istəyərək sona qədər Ramazanı çatdırmağı bizə nəsib etsin. Və bu mübarək günləri, xeyirli günləri gözəl bir şəkildə keçirməyi Allah Teala'dan diləyirəm. Və dua edirəm ki, Allah Subhanahu Teala bu ayda bizləri bağışlanılmış halda çıxan qullarına etsin. Həqiqətən də Ramazan ayından bağışlanmaq, yəni mütləqdir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə, məşhur hədisdə, hansı ki Cəbrail əleyhissalam ona deyəndə amin, 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 o da təkrarladı. Amin, amin, amin. Və sahabələr soruşanda ki, ya Rasulullah, niyə görə? Dedi ki, Cəbrail əleyhissalam gəldi və dedi ki, burnu yerlə sürtülsün o qulun ki, Ramazan girib, lakin Ramazan ayından bağışlanılmamış halda çıxsın. Yəni Ramazanı o birisi aylardan heç bir şeylə fərqlənmir o insanın. Amma əksinə nə deyir? Ramazan başqa aylardan mütləq şəkildə fərqlənməlidir. Və biz Ramazanın sonuna çatırıq, qardaşlar. Ramazanın sonunda da gözəl ibadətlər var. Çox gözəl ibadətlər var ki, hansı ki müsəlmanlar hamılıqla bir yerdə o ibadəti yerinə yetirəcəklər. Və o ibadətlərdən biri fitrə zəkatıdır. Həmçinin bayram təkbirləridir. Və bir də Ramazan nədir? Bayramının namazıdır ki, hansı ki bu son günlərdə bizlərə əmr olunan ibadətlərdəndir.